hər şeyi görmüşəm. İşləmişəm də, vəzifədə də. Dünyanın hər yerini gəzmişəm də. Amma bircə arzum var. Bugünkü gənclərə mən arzu edirəm ki, xüsusən də hüquq işçilərinə, talih onlara vicdan, ədalət versin. Mən bunu həyatımda sınamışam. Kim ki ədalətsiz qərar qəbul edir, o adam xeyir tapmır. 3-4 dənə cinayət işindən imtina eləmişəm. Əsassız katiblərin təkidinlə onları məsuliyyətə almağı məcbur eləyiblər. İkisi Gəncədə, biri Kanter zavodunun direktoru, Çingiz adında bir adamı, biri oranın texnikomun rəisi, Rais adında bir qadını, katibin təkidindən onları tutturmaq istəyirlər. İkisini də mənə verdilər. Mən ikisindən də imtina elədim ki, bunlarda cinayət işi yoxdur. Cinayət əməli yoxdur. Məndən aldılar, o işi verdilər başqa müstəntiqə. Adını deməyəcəm. O iki müstəntiq onları tutdu. Hər ikisi faciəli sürətdə öldülər. Faciəli sürətdə. Haqq öz yerini tapır. Bəli.